Hazırsınız? UEFA Şampiyonlar Kubokunun finalına çıxan yeganə Yunan klubu. Panathinaikos. Aha, bravo. Ve ikinci, kardeş, bu klub İspanya komandası. En büyük oğlu İspanya La Ligasında 6. yer tutması olub. Məşhur. Necə? Təbrik edirəm siz TV-nə. Kardeş, siz bunu bacardınız, başkalar sizden danışacak. Buyurun. Bir daha tebrik ederim siz yöneten tuzmak kazandı. Geçtik. Avrupa Kubokunu kazanan yegane Türk klubu. Əla. Ve ikinci, köhnə adı Saburtalıdır olan bu klub Gürcistanın tarixi köklerine hürmet alameti olarak adını değişmiştir. Gürcistan klubu hal-hazırda çempionluq uğrunda oynuyor. Dinamo Tiflis ola bilər. Axıncı şansı verirəm. Hal-hazırda liderlerden biridir. Səhv etməsi liderdir. Gürcistan Ligası. A liqada əsas. Əsas ligada, bəli. Gürcistanın öz keçmiş dövləti, belə deyək, dövlətə hörmət əlaməti olaraq bu klub Gürcistan tarixi klublarına hörmət əlaməti olaraq adını dəyişmişdir. Yəni Gürcülər deyirlər ki, biz filan nəslindənik. Hara çıxır? Bəlkə bir dənə variant. Ustad var, Dinamo Tiflis var. Çox təəssüf, siz qalib gələ bilmədiniz.